Həyəcan. Xəlifəyə göndərilərkən Fəxrəddin tərəfindən əldə edilən məktubun surəti çıxarılıb divarlara yapışdırıldıqdan sonra kəndlərdə, şəhərlərdə əmirə qarşı təzə çıxışların xəbəri gəlirdi. Əmir başını itirdi, öz vəziri Toxtamışı hüzuruna çağırıb soruşdu. Divarlara yapışdırılan məktub haqqında nə kimi tədbirlər gördün? Vəzir əmirin həyəcanını yatırmaq üçün dedi. Əmir əmin olmalıdır ki, təhlükənin qarşısı alınmışdır. Əmir təəccüblə inanmayacaq bir vəziyyət alaraq soruşdu. Bu qədər böyük təhlükənin qarşısı nə kimi vasitələrlə alına bilər? Görünür ki, sən yenə də məni eşikdəki hadisələrə qarşı ixval edirsən. Xalqın mənə qarşı yağdırdığı lənətlərini dua və səna şəklində göstərməyə çalışırsan. Aclıqdan və məmurların zülmündən artıq canı doymuş Azərbaycan xalqı əmirin sarayının qarşısına gəlib lənətlər yağdırıb qışqırdığı zaman Şimir Toxtamışı yanına çağırıb eşikdə nə kimi hadisə baş verdiyini soruşduqda Toxtamış əlhəmdülillah məmləkət əmin-amanlıqdır. Çox ucuzluq və bolluqdur. Buna görə də xalq əmirin qapısına yığışıb onun ömür və dövlətinə dua edir demişdi. Toxtamış yenə də xəlifənin müqəddəs naminə and içərək əmiri ixval etməyəcəyini söyləyirdi. Əmir isə təhlükənin qarşısının nə vasitə ilə alındığını soruşurdu. Vəzir əmirin təlaş və həyəcanını söndürmək üçün əlini qoynuna uzadıb bir kağız çıxararaq əmirə verdi və Aran əhalisinə bu məzmunda bir müraciətnamə buraxılmışdır dedi. Əmir müraciətnaməni alıb oxudu. Aran əhalisinə. Bu günlərdə Aranda düzəlmiş gizlin bir təşkilat tərəfindən Azərbaycan istiqlaliyyətinə qarşı xəyanət əli uzanmışdır. Əldə edilən müvəssəq məlumata görə bu təşkilat iş başından qovulmuş farslar və ərəblər tərəfindən düzəldilmişdir. Təşkilatın başında əmirin sabiq katibi Mühakim İbn Davud durur. Haman xain hökumətin xüsusi möhrünü də özü ilə bərabər götürüb gizlənmişdir. Həmin bu təşkilat xalqın nifrətini əmir hökumətinə qarşı çevirmək məqsədilə gizlin məktublar düzəldib hökumətdən oğurladıqları möhürlə möhürləyir. Buna görə də hökumət Azərbaycan və xüsusən Aran əhalisinə müraciət edib həqiqəti anlatmağı özünə borc bilir. Şaban ayının 25-dən etibarən hökumətin möhürü ilə buraxılan məktub və vəsiqələrin hamısı etibardan saqitdir. Bundan əlavə əmir namuslu raiyyətlərə müraciət edib deyir. Hər kəs sabiq katib İbn Davudun başını gətirərsə hökumətdən 1000 qızıl hədiyyə alacaqdır. Əmir müraciətnaməni oxuyub təşəkkür izhar edici bir səslə dedi. Ürəyim qismən sakit oldu. Səni bura başqa bir məsələ üçün də çağırmışdım. Məhsəti xanımın böyük bir təntənə ilə şəhərə gətirilməsi də xalqın alovlanmaqda olan nifrətlərinə su səpə bilər. Onun qafiləsi bugün İsfahan kəndində olacaqdır. Sənə tapşırıram xalqın məhəbbətini qazanmaq üçün böyük bir istiqbal təntənəsi düzəldərsən. Hökumətə məxsus taxt-rəvanları bəzədib 50 nəfər atlı ilə istiqbala göndərərsən. Qulamlar, cariyələr bayram libaslarını geyib istiqbala getməlidir. Şəhərin ən görkəmli yerində onun üçün bir bina hazır etdirmək lazımdır. Burası belə. İndi də görüm xəlifəni vəziyyətdən xəbərdar edək ya yox. Bəlkə də xəlifə bu hadisələrdən xəbər tutdu, onda biz nə cavab verə bilərik? Toxtamış yenə də başı titrəyə-titrəyə güldü və dedi. Hərgah Azərbaycan əhalisinə yazdığımız bu müraciətnaməyə 2 nəfər inanan olsa, onun birincisi xəlifə olacaqdır. Xəlifələrin özləri nə qədər müqəddəs və uca olsalar da ağıl və düşüncələri də o qədər gödəkdir. Əmir də Toxtamışın sözünü təsdiq edərək əmr verdi. Mənim ağlıma belə bir tədbir də gəlir. Bir əmrnamə yazıb şəhərlərə göndərmək lazımdır. Əmrnamədə əhaliyə xəbər verməlisən ki, bundan əvvəl məmləkətdən xaricə sürgün edilənlərin hamısına əfvi ümumi verilir. Hər kəs öz vətəninə qayıda bilər, istiqbaldan sonra heç bir kəs sürgündə qalmamalıdır. Toxtamış bu fikrə razılıq verməyərək dedi. Əmir həzrətləri bu fikrin nəticəsində nadinclərin artmasına çalışmış olacaqdır. Nadinclər şəhərin içindədir, gözümüzün qabağındadır. Sürgündə olanların əksəriyyəti isə nadinclərin gözünü qorxutmaq üçün sürgün edilmişdir. Sən məni eşit, bu təşəbbüslər xalqa verdiyimiz istiqbalın doğru olmadığı barəsindəki fikirləri dağıdar. Fürsət əlimizə keçəndən sonra sürgündən gələnləri yenə də həbsə ala bilərik, lakin bu dəfə sürgünə deyil, başqa bir yerə göndərərik. O ki qaldı Dilşadın məsələsinə, zənnimcə Fəxrəddini iştibahə salmamaq üçün Dilşadı həbsdən azad etməliyik. Vəzir biraz fikir edəndən sonra başını qaldırıb çox yavaş bir surətdə pıçıldadı. Dilşadla Fəxrəddinin yazışması işindən şübhələnirəm.
Burada başqa bir əlin iştirak etdiyini zənn edirəm. Bu barədə dərin düşünmək lazımdır. Bu işdə işləyən üçüncü əlin sahibi saray içərisindədir. Onun son zamanlar əmir tərəfindən şərəfə nail olmuş Səba xanım olmağından şübhələnirəm. Onun barəsində yığdığım məlumat mənim bu fikirlərimi doğruldur. Əmir təəccüblə inana bilmərəm dedikdə vəzir öz fikrini bir daha açıq dedi. Sizə gətirilən məktubun Fəxrəddin tərəfindən yazıldığı şübhəsizdir. Lakin Dilşadın Fəxrəddinə məktub göndərməsi şübhə altındadır. Sizə sual verirəm, nə üçün Fəxrəddin Dilşada göndərdiyi məktubu Səba xanımla göndərdi? Məktubda yazılır ki, yazdığım məktub yetişdi. Sifarişlərini də aldım. Sən təfsilən yaz görüm orada nə eşidibsən. Mən səni heç bir zaman atmayacağam. İndi buradan məlum olur ki, sifarişləri aparan haman Səba xanımdır. Bu bir ikincidə Fəxrəddinin Dilşada yazdığı təfsilən yaz görüm orada nə eşidibsən. Sözləri də Dilşada Fəxrəddinin dilindən düzəldilmiş bir məktub olduğunu nişan verir. Heç şübhə yoxdur ki, hərgah belə bir məktub düzəldilmişdirsə, yenə də Səba xanımın tərəfindən düzəlmişdir. Üçüncüsü də budur ki, Səba xanımla Fəxrəddinin Şeyx Salih məqbərəsində saatlarca danışdıqlarını görüb mənə xəbər gətirmişlər. Dördüncü də Səba xanımın Fəxrəddinlə keçmişdə sevgi əlaqələri bəslədiklərini nəzərə almaq lazımdır. Bütün bu macəra Səba xanımın Fəxrəddindən intiqam almaq fikirlərindən doğmuşdur. Əmir həzrətləri qoca vəzirin məsləhətlərini eşitməli və Səba xanımın yaxasını buraxmalıdır. Hərgah onun əxlaqı düzgün olsaydı, o qədər xariqüladə bir gözəlliyə malik olan bir qızı 3000 dirhəm gümüş pula verməzdilər. Əmir biraz düşünəndən sonra o qız yonulmamış bir almaz parçasıdır dedi. Toxtamış əmirə tənzim edib gedəndən sonra əmir Xəcə Müfidi çağırıb Dilşadın hüzura gətirilməsini əmr etdi. Xəcə Müfid Dilşadı əmirin hüzuruna gətirdi, lakin əmirin otağında onu yalnız buraxmadı. Çünki əmir bəzən xəlifə üçün alınan cariyələrə də təcavüz edər və nəticədə qız xəstəlikdən öldü deyə xəlifəyə məlumat verərdi. Dilşad çox zəif idi. Üzü səhər açılaraq axşam vaxtı solmağa başlayan gül yarpağı kimi təbii rəngini itirmişdi. O ayaq üstündə dura bilmirdi. Buna görə də əmir onu tez buraxmaq üçün qısa suallar verirdi. Sən Fəxrəddinə məktub göndərmişdinmi? Mən heç vaxt və heç kəsə məktub göndərməmişəm. O sənə məktub göndərmişdirmi? Göndərməmişdir. Sən ona sifariş göndərmişdinmi? Əmirin başına and içərəm ki, nə məktub, nə də sifariş göndərməmişəm. Hərgah belə hadisə vardırsa, mənim əleyhimə düzələn iftiradır. Mən səni həbsdən azad etməyi əmr etmişəm, sabah qızım Qətibə ilə taxt-rəvana oturub şairə Məhsəti xanımın istiqbalına gedəcəksən. Əmir bunları dedikdən sonra Xəcə Müfidə bunun bütün zinətlərini özünə qaytar dedi.